أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. يا أيها الذين آمنوا اتقوا الله وكونوا مع الصادقين. Sadakallahu al-aliyyul azim. Bugün Hicri takvimiyle 148. Hicri ilinin 11. Zilqədə günündə Hazreti Peyğəmbər Aleyhisselamın Əhl-i Beyt evladı İmam Rıza Aleyhisselamın Mevlud günüdür. Bu Mevlud günü münasibətilə Əhl-i Beyti və zamana imamını, o cümlədən Ali ibn Musa Rıza aşiqlərini, imamlara mühəbbi olan əziz mömin qardaşlarımızı, bacılarımızı təbrik edirik. Allah Peyğəmbər, Ali Peyğəmbər xatirinə dünyada o həzrətin ziyarətindən, ahirətdə şəfaətindən bizləri binəsib eləməsin. Belə bir gün ki, Həzrət Peyğəmbər Aleyhisselamın o məzlum balası İmam Musa Kazım Aleyhisselamın evladı bugün dünyaya göz açıbdır. O dövrün çətinlikləri, o dövrün ağır şəraiti İmam Musa Kazım Aleyhisselam üçün hətta o qədər ağır olubdur ki, o həzrət hətta 4 il öz imamətini gizlədibdir. Yəni, heç kəs bilməyibdir ki, İmam Musa Kazım Aleyhisselam Şiə məktəbinin imamıdır. 4 il gizlin qalandan sonra bəyan edibdir. Bu, həmin dövrdə İslamın düşmənlərinin nə qədər imamətə qarşı çox əzazil olduqlarını bir daha göstərir. Belə bir dövrdə İmam Musa Kazım Aleyhisselamın 40'a yaxın evladı olmuşdur. Onlar baxırsan ki, ələlxüsus əvvəllər də qeyd etmişdi bu məsələni. 18 təxminən qız evladı ki, hamısı dünyadan subay keçmişdir. Yəni, heç bir müsəlmanam deyən şəxs imamın qapısını döyüb ondan qızına elçi düşməmişdir. Belə bir çətin şərait, belə bir dövr İmam Rıza Aleyhisselamın həyatında elə bir zamana gəlib çıxdı ki, Həzrət Xəlifə Məmunun istəyi ilə, yəni onun təkidi ilə Mədinədən çıxıb Mərvə gəlməyə məcbur edildi. Həzrətin, əgər diqqət eləsək, tarixdəki yaşayışı həm çətinlik bir tərəfdən, həm dövrdə imaməti həm tanıyan, həm tanımayanların müəyyən imama qarşı olan istər müsbət, istər mənfi fikirləri ən kəskin şəraitdə xalqla, yəni belə deyək, xalqın da özü də ki bölünmüşdür. Dövrünün imamın tanımaqlığında problemləri var idi. Əsas bunu demək istəyirəm ki, bu həmişə deyiləsi bir məsələdir, hədisdir. İslamiyyətdə bir hədis var, ona silsilətü zəhəb deyərlər. Qızıl zəncirlər, yəni bir-birinə bağlı qızıl zəncirlər ki, belə bir hədis, heç bir hədis haqqında bu dərəcədə məşhur deyil. İmam Məmunun göstərişi ilə ki, öz vətənindən Mərvə gətirilir, yəni indiki Xorasana, Məşhədə gətirilir. Həzrət bir məqama gəlir ki, orada Həzrəti artıq millət çıxıb qarşılamağa gəlir və minlərlə insan əllərində kağız qələm götürürlər ki, Peyğəmbər balası gəlir, Əhl-i Beyt balası gəlir. Həmin şəhər ki, Nişabur şəhəri idi, alimlər, fəqihlər, hamısı imamı qarşılamağa çıxırlar. Qısası budur ki, 10 minlərlə insan seli imama tərəf axışır və
Həzrət bir anda dayanır. İnsan on minlərlə imamı diqqətlə izləyirlər ki, görək nə buyuracaq. Bu zaman imam buyurur, hər kim La ilahe illallah desə, necə ki, silsilə-i zəhəbi mənası, yəni zəncirvari bir-birinə bağlı hədis, əvvələ bunu deyir. Mən atamdan, atam atasından, yəni bütün imamların adlarını çəkə-çəkə ta gəlirlər İmam Əli əleyhissalama. O da buyurur ki, mən də Peyğəmbərdən eşitdim. Peyğəmbər əleyhissalam da buyurur ki, mən də Cəbraildən eşitdim. Cəbrail əleyhissalam da buyurur ki, mən də Allahdan eşitdim. İmam bu hədisi bu cürə silsiləvi raviləri qeyd edir. Həzrət buyurur ki, Allah Teala buyurur ki, La ilahe illallah mənim qalamdır. Həzrət bu hədisi deyəndən sonra, yəni hər kəs bu qalaya daxil olsa, iman sahibidir, İslamı dərk eləyib və qorunmuşdur və behişt ona vacibdir. Yəni bir qısa bir şəkildə Həzrətin dediyi bu hədis və sonra Həzrət heç bir söz demədən yoluna davam edir. Bir neçə addım gedəndən sonra xalq baxır ki, imam yenə dayandı və özünü xalqa tutub buyurur ki, amma bişərtihə və bişurutihə, yəni şərti vardır. Hər kəs istəyir behiştə gedə, hər kəs istəyir o qalaya daxil ola, məgər şərti var. İstəyir behişt əhli ola, şərti var. Şərti nədir? Həzrət buyurdu ki, şərti biz əhl-i beyt imamları, yəni biz əhl-i beyt imamlarını tanımaq və həmin o qalanın qapısından həmin qalaya daxil olmaq. Əgər bu cürə olarsa, bəli. Bu hədis bizlərə əsas verir ki, Peyğəmbər əleyhissalamın bir hədisi var. Həzrət buyurur ki, mən elmin şəhəriyəm, Əli onun qapısıdır. Yəni Mövla-i Muttəqiyyən həmin o qala ki var, həmin o İslami şəhər ki var, Həzrət buyurur ki, mən oyam. Amma onun qapısı Əli, yəni imamətdir. İmamətdən daxil olun həmin o qalaya. Əgər imamətin baxsaq, Allah yanında olan insanlara buyurulan, dinin sütunu olan bir əqidəvi məsələlərinə bu haqda çox danışmaq olar. Amma elə bilirəm ki, bu hədis kifayət eləyər. Yəni imamət, yəni Peyğəmbərliyin davamı. Həzrət Peyğəmbər əleyhissalamın yer üzərində varisi həm elmi cəhət və həm dini cəhətdən hər bir şey o imamətə bağlıdır. Həzrət İmam Rıza əleyhissalamın əgər baxsaq həyatına, o Məmunun Mərvdəki sarayında yaşayır, çünki ona məcbur edilir. Həzrət onu əgər qəbul eləməsəydi, Həzrəti şəhadətə çatdırardılar. Odur ki, Məmun xalqın arasında bir özünü imamət tərəfdarı, Peyğəmbər əhl-i beytinin tərəfdarı kimi göstərmək üçün öz qızını İmam Rızaya həyat yoldaşı olaraq xalqın qarşısında bir imamət təklif edir ki, mən öz qızımı sənə verirəm ki, sən mənim varisim olasan. Bu kimi sözlərlə istəyir ki, cəmaatı sakitləşdirsin. Yəni o vaxtı ki, Şiə məzhəbinin olan xalqı özünə tərəf çəksin. Əlbəttə ki, bu bir hiylə idi. Amma bəzi səbəblərdən İmam Rıza əleyhissalam onu qəbul edir və xəlifənin sarayında yaşayır. Və axır nəticədə bu olur ki, İmam Rıza əleyhissalamın dünyasının dəyişməsi, şəhid olması da həmin Məmun tərəfindən edilir. İmamı zəhərləyib şəhadətə çatdırır. İmamı əgər diqqət eləsək, həyatında kəramət əhli kimi də tanıyıblar. Yəni imam elə bir şəxsiyyət idi ki, o dövrünün ən yüksək
kərəm bir şəxsi kimi də tanınmışdı. Hər kəs imama üz tutardısa, imama hər bir sahədə ki, müraciət eləyərdi, imam heç bir vaxtı onları əliboş qaytarmazdı. Hətta ibadət, itaətdə də görsən imam ona gələn insanlarda təqvanın aliliyini göstərirdi. Bəziləri görürsən ki, imamlarda olan təqvanı belə deyək, yəni Allah tərəfindən verilmiş kimi qələmə verirlər. Amma bir yerdə imam göstərmişdi ki, vallahi biz bütün bu təqvanı öz səyimiz nəticəsində əldə eləmişik, amma imamət əlbəttə ki, o Allahın təyinidir. Hətta bir dəfə İranda yaşayan şiələrdən bir qrupu Xorasana gəlirlər və imamın görüşünə getmək istəyirlər. Nə qədər çalışırlar, imam onları qəbul eləmir. Ta bir vaxtı imama xəbər göndərirlər ki, biz uzaqdan gəlmişik, imamı görmək istəyirik. Bəs imam bizi qəbul eləmir, səbəbi nədir? Həzrət onlara xəbər göndərir ki, gəlin, artıq gəlin mən sizə səbəbini izah eləyim. Onlar imamın görüşünə gələndə imam onları qarşılayır və imamdan soruşduqları ilk kəlmə bu olur ki, Yəbni Rasulillah, biz uzaqdan gəlmişik, biz sizin şiəlinizik. Nəyə görə siz bizi neçə gündür qəbul eləmirsiniz? Biz sizə xəbər göndərdik ki, biz sizin şiənizik. İmam buyurur ki, xeyr, siz bizim şiəmiz deyilsiniz. Bizim şiəmiz Həsən və Hüseyn əleyhissalamın şiəsi yalan danışmaz. Bizim şiəmiz Salmandır, Əbu Zərdir, Miqdaddır, Məhəmməd ibn Əbu Bəkirdir. Bu kimi şəxslərdir bizim şiəmiz. Şiə heç vaxt yalan danışmaz və ilaxirə. Buradan görürsən ki, bir məna çıxır ki, bugünkü gündə bəzən görürsən ki, şiə adı ilə bəzi insanlar elə hərəkətlər edirlər ki, şiəyə böhtanlar, təhqirlər və digər xoşa gəlməz sözlərin deyilməsinə gətirib çıxarır. Məsəl üçün, baxırsan ki, biri gedir Kərbalaya ya hansısa bir ziyarətə, özün şiə adlandırır, amma baxırsan ki, uyğun olmayan hərəkətlər, söhbətlər aparır və ona baxan şiə düşmənlərin də əlinə fürsət düşür. Hətta bəzən baxırsan ki, bugünkü gündə bəzi elə xanımların özlərini deyək, imamətdən danışarlar, imamətə aşiq olduqlarını deyərlər, yəni şiə olduqlarını deyərlər, amma gəl özlərinin bədən əzalarını göstərməklə, hətta bəziləri də hicab taxmaqla baxırsan ki, sosial TikTok deyək, YouTube deyək və digər kanallarda özlərini reklam edirlər. Bu şiə deyən bir şəxs bu işi görə bilməz. Haramdır. Hansı qeyrətli kişi icazə verər ki, onun xanımı TikTokda kimlənsə naməhrəmdən danışsın? Hansı imam razı olar ki, onun şiəsi olan bir xanım TikTokda özünü reklam eləyib hansısa bir naməhrəm kişi ilə söhbət eləsin? Bunların heç biri nə şiə ola bilməz, nə də iddia eləyə bilməz. Bunu biz yox, İslam və imamətin, imamlarımızın qoyduğu qanunlar bunu bizə deyir. Hər bir şəxs imamlarımızdan söylənilən hədisə əsasən diqqətli olmalıdır. Nə buyurulub? Bizə, ey bizim şiələrimiz, zinət olun. Bizi utandırıcı hərəkət və sözlər danışmayın. Yəni imamlar buyuruyor, bizə zinət olun. Necə zinət ola bilər bir xanım ki, naməhrəmlə sosial mətbuatda başlayıb hansısa bir istəyi ilə bir iş görə, bir söz danışa, kişilərlə, yad kişilərlə danışa, deyə, gülə, hər nə. Bütün bunlar hamısı ondan xəbər verir ki, onlar imaməti tanımayıb
və getdikləri də Kərbalaya, Məşhəd olsun ya Məkkə olsun fərq eləməz. Onlar yanlış gediblər. Oradan heç bir bəhrə götürə bilməyiblər. Və yaxud da ki, başqa bir hədisdə qeyd olunur ki, bir dəfə İmam Rıza əleyhissalamın qardaşı Zeyd İmam Rıza əleyhissalamın məclisinə daxil olur. Həmin vaxtı məclisdə çoxlu insanlar var idi. Və gəlir, üzün tutur qardaşı İmam Rıza əleyhissalama salam verir. Amma baxırsan ki, Həzrət ona cavab qaytarmadı. Yəni salamının cavabını vermədi. Zeyd deyir, sən ki mənim əziz qardaşımsan, doğma qardaşımsan, bir atadan, bir anadan dünyaya gəlmişik. Sən mənə nəyə görə salamıma cavab qaytarmadın? Mən ki sənin həm də Qur'anın dediyi ilə qardaşınam. Amma Həzrət ona buyurur ki, Əntə əxi mə ətə'ətəllah. Sən mənim qardaşımsan. O zamana qədər ki, sən Allaha itaət eləyəsən. Əgər sən Allaha itaət eləməsən, sən mənim qardaşım deyilsən. Biyolojik qardaş başqa bir şeydir. Amma imam görsən burada açıq aydın nə deyir? Öz əziz doğma qardaşını deyir ki, sən Allaha bəndəçilik etdiyin zaman mənim qardaşımsan. Yoxsa sən mənə qardaş deyilsən. Və Həzrət buyurur ki, فَإِذَا عَصَيْتَ اللّٰهِ لَا إِخَاءَ بَيْنِ وَبَيْنَكَ. Həzrət buyurur ki, sən mənimlə o vaxta qədər qardaşsan ki, əgər günah etsən, sən mənim qardaşım deyilsən. Yox, əgər sənlə mənim aramda heç bir günah qalmayıbsa, yəni sən Allaha bəndəçilik etmisənsə, itaat etmisənsə, Allah qanunlarını pozmamısansa, sən o zaman mənim qardaşım olursan. Necə ki, Qur'an-ı Kərimdə nə buyurulur? Əgər diqqət eləsə, Nuh əleyhissalamın baxırsan ki, oğlu, doğma oğlu idi Nuh əleyhissalamın. Amma Allah nə buyurur? Ya Nuh, innəhu leysə min əhlik. Ey Nuh, həqiqətən o sənin, necə deyərlər, sahabələrindən deyil, sənin əhlindən deyil. O bizə kafir olub, küfür eləyib, itaətdən çıxıbdır. İmam da bu baxımdan öz qardaşına buyurur ki, sən o vaxtı bizim qardaşımız olacaqsan ki, Allaha itaət eləyəsən. Və necə ki, İmam Sadiq əleyhissalam hədislərdə də buyurulub ki, İnnə şəfaətənə lə tənalu mustaxiffən bis-salə. Agah olun və bilin ki, hətta ömrün axında vəsiyyətnaməsində bütün qohum əqrabanı yığır, orada buyurur ki, hər kəs əgər Allahın ibadətin, namazın yüngül saysa, qılmasa, Həzrət buyurur ki, bizim şəfaətimiz ona olmayacaqdır. Bu baxımdan da biz əgər özümüzü İmam Rıza əleyhissalamın, Həzrət Hüseyin əleyhissalamın imamətin şiəsi biliriksə, gərək təqvalı olaq və bu təqva həm dünyada, həm axirətdə bizim dadımıza çatsın. Və bir xəbəri də istəyirəm diqqətinizə çatdıram ki, bugünkü gündə özünüz bilirsiniz ki, İmam Rıza əleyhissalamın doğma bacısı Həkimə xanım Bibi Heybət ki, biz xalq arasında məşhurdur deyirik. O elə İmam Rıza əleyhissalamın bir növ ziyarətgahı kimidir, Azərbaycanda olan bir nemətdir. Bugünkü gündə Əli şiələri, Əhl-i Beyt sevgisində olan hər bir müsəlman qardaşımız, istər Əhl-i Sünnə qardaşımız olsun, fərq eləməz. Elə gedib Bibi Heybət ziyarətgahını ziyarət eləyə, orada imama salam söyləyə, onun əziz bacısını ziyarət eləyə. Eyni zamanda xanım Məsumanı elə bir qumda ziyarət eləyibdir. Çünki İmam Rıza əleyhissalam özü buyurmuşdu ki, hər kəs məni ziyarət eləyirsə, bacım Məsumanı ziyarət eləmiş, istəyir savabı qazansın, elə bacımı ziyarət eləsə, məni ziyarət eləyibdir.
Və hər kəs məni ziyarət eləsə, qiyamətin günündə mən onu ziyarət eləyəcəm. Və şübhəsizdir ki, Bibi Heybət ziyarətgahı da bizim üçün elə həmin hökmdür. Və bu bizim hörmətli ruhanimizin Əkrəm Həsənoğlunun yeni çapdan çıxan Bibi Heybət adlı təhqiqi bir kitabıdır. Həkimə xanım Bibi Heybət İmamət Nurunun İzzi ilə adlı bir kitabdır ki, artıq 2-3 gündür ki, çapdan çıxıbdır, hazırdır və Əhl-i Beyt aşiqlərinə və imamın bacısının həyatını istəyir ki, öyrənsin, oxusun. Bu kitabı oxumağı onlara tövsiyə edir ki, hamısı dəlillər və onlarla kitabdan dəlillər əsasında yazılmışdır. Allah bizi Peyğəmbər, Ali Peyğəmbər xatirinə dünyada Əhl-i Beytin yolun getməkdə və o yolda sabit qədəm olmaqda bizlərə ruhiyyə, iman, təqva bəxş eləsin inşallah və Peyğəmbər, Ali Peyğəmbər xatirinə bizləri 10 illərlə gələcək imamın mövludunu yaşamağı bizlərə nəsib eləsin və hər kəs də bu yolda hər nə qədər ehsanət eləyir, hər nə qədər məclislər eləyir, zəhmətlər çəkir, Allah hamısını, dualarını, əməllərini biriyə qəbul etsin inşallah. Esselamu aleykum və rəhmətullahi və bərəkatuh.